Salam, bugün sınaq 25-in izahına baxacağıq. Sınaq 25-in birinci sualına baxaq. Birinci sualda deyir ki, şəkilə əsasən yanlış variantı seçin. Şəkildə 1 ilə qaraciyər göstərilibdir, 2 ilə mədə, 3 ilə öd kisəsi, 4 ilə nazik bağırsaq, 5 ilə də mədə-altı vəzidir. Burada A variantında deyir ki, 2-nin maye tərkibində amin turşusuna rast gəlinə bilər. Bəli, mədədə amin turşusuna rast gələ bilərik. B-də deyir, qaraciyərin ifraz etdiyi maddə 3-də toplanır. Bəli, öd kisəsində toplanır. 5 karbohidrat mübadiləsində həm xarici, həm də daxili sekresiya funksiyası kimi fəaliyyət göstərir. Bu da düzgün cavabdır. Çünki mədə-altı vəzi qarışıq sekresiya vəzisidir. 4-də deyir, bitki yağlarının parçalanması başlayır. Bəli, nazik bağırsaqda bitki yağlarının parçalanması başlayırdı. Bir orqanı qanı sidik cövhərindən təmizləyir. Bu böyrəklərə aiddir, ona görə yanlış cavabımız olacaq E variantı. İkincidə deyir ki, qrafikə əsasən doğru cavabı tapın. Burada X ilə incə xət verilibdir, Y ilə qırıq-qırıq, Z ilə də qalın xət verilibdir. Qalın xətlə göstərilən ağızda və mədə boşluğunda həzmə uğramayıbdır, yəni kimyəvi dəyişikliyə uğramayıb, nazik bağırsaqda başlayıb. Deməli, bu yağlar olar, həmçinin də bitki yağları olar. Bitki yağları. Nazik xətlə verilən ağızda yox, mədə ilə nazik bağırsaqda başlayıbdır, yəni X bu zülal olar. Daha sonra qırıq-qırıq xətlərlə veriləndə karbohidrat olar, çünki ağızda artıq başlayıbdır həzmə. A variantında deyir ki, X maddəsi əsas enerji mənbəyidir. Zülal əsas enerji mənbəyi deyil, bu cavabımız düz deyil. Y maddəsi turş və qələvi mühitdə parçalanır. Y maddəsi ağız boşluğunda parçalanmağa başlayır. Ağız boşluğunda da qələvi mühitdir. Mədədə parçalanmır, mədədə də turş mühitdir. Ona görə Y də düz deyil, yəni B variantı da düz deyil. Z maddəsi süd zülalı ola bilər. Z maddəsi süd zülalı ola bilər. Xeyr, süd zülalı ola bilməz. Süd zülalı olsaydı o mədədə parçalanmağa başlayardı. X maddəsi biopolimer deyil. Bu da səhv cavabdır, çünki zülallar biopolimerlərdir. Y maddəsinin monomerləri monosaxaritlərdir. Bəli, E variantı düzgün cavabımızdır. Üçüncüdə, əgər insanda görmə sinirləri sinir impulslarını həm də göz almasının əzəllərini ötürsəydi, onda bu sinir qarışıq sinir olardı mı hər iki istiqamət ötürdüyünə görə? Ona görə cavabımız olacaq C variantı qarışıq sinir olardı. Dördüncüyə baxaq, uyğunluğu müəyyən edin. A-da bizə əzələni göstəribdir, B-də bizə əzələ dəstidir, C-də də əzələ lifidir. Baxaq variantlara, əzələ olan A-dır. Deməli, burada olacaq bu, əzələ dəsti və əzələ lifi düzgün cavabımız olar C variantı. Beşincidə deyir ki, hansı orqanlardan çıxan qan bilavasitə aşağı boş venaya açılır? Nazik bağırsaqdan qan gedəcək qapı venasına, bu deyil. Qaraciyərdən bəli aşağı boş venaya çıxacaq, açılacaq. Mədədən də gedəcək qapı venasına. Daha sonra dördüncü böyrəklər də aşağı boş venadır. 5-ci aşağı ətraflarda aşağı boş venaya açılır. Mədə-altı vəzindən də gedəcək qapı venasına. Düzgün cavabımız olar 2, 4, 5, C variantı. Altıncıya baxırıq. Altıncıda deyir ki, şəkildə verilən sümüklərlə quruluşca eyni növ sümükdür. Alın sümüyü verib və təpə sümüyü verib. Bunlar yastı sümüklərə aid olduğuna görə yastı sümükləri seçək. Kürək sümüyü yastı sümükdür. Daha sonra çanaq sümüyü də yastı sümükdür. Fəqərələr qarışıqdır. Döş sümüyü də yastı sümükdür. Qabırğalar da yastıdır. Körpücük də qarışıq sümüklərə aiddir. 1, 3, 4, 5 cavabımız olar D variantı. 7-ci sualda deyir ki, insanın tez yuxu fazasının sonunda oyanmaq şərti ilə maksimum yuxu siklində yatmışdır. Maksimum yuxu siklidirsə, onda deməli 3, 4 və 5 yuxu siklində yatıbdır. Tez yuxu, ləng yuxu fazalarının davam etmə müddəti maksimum, tez yuxu fazalarının davam etmə müddəti minimum olarsa, insan neçə saat yatmış olar? Deməli, burada maksimumla götürəcəyik tez yuxu fazalarını. Ləng yuxu, daha doğrusu ləng yuxuları maksimumla götürəcəyik. Ona görə 1/5 ilə götürərik ləng yuxuları. 1/5, 1/5. Tez yuxuları minimumdan götürəcəyik. Ona görə 10 dəqiqə ilə götürərik. 10 dəqiqə burada, 10 dəqiqə burada. Səhərə yaxın da 20-30 dəqiqə olduğuna görə 20 dəqiqəni minimumdan götürərik. Hesablayaq. Deməli, burada baxaq. Ləng yuxular 1/5, 1/5, 3 saat, 6 saat və 7 saat yarımdır. Ləng yuxular 7 saat yarım.
Tez yuxu fazalarına baxaq. 10 dəqiqə burada, sonra 10 dəqiqə burada 20, 30 dəqiqə, sonra 10 dəqiqə burada 40 dəqiqə, bu da olacaq 60 dəqiqə, yəni 1 saat olacaq, bu da 1 saat, eləyəcək 8 saat yarım. Cavabımız olar C variantı, 8 saat yarım. 8-ci suala baxırıq. 8-ci sualda deyir ki, şəkildə ürək siklinin bir fazası verilmişdir. Burada da mədəciklərin yığılması verilibdir. Mədəciklər yığılır, qanı arteriyalara göndərir. Bu faza zamanı aypara qapaqlar açıq olur. Bəli, aypara qapaqlar demişdik mədəciklə damarlar arasında yerləşir. Yalnız taylı qapaqlar açıq olmur. Qan arteriyalara qovulur. Bəli, bu müddət 0,1 yox, 0,3 saniyədir. Taylı və aypara qapaqlar açıq olur. Xeyr, yalnız aypara qapaqlar açıq olur. Ona görə düzgün cavabımız 1-3A variantı. 9-cu sualda deyir ki, neçəsində atmosferdən aldığı oksigen qazı hüceyrələrinə qanla daşınır. Deməli, burada biz xərçəngi görürük. Xərçəngdə dəlsəmələrdir. Bunu çıxırıq. Həşəratları da çıxsaq buradan geriyə 2 dənəsi qalar. Bu həlqəvi qurulardan soxulcandır. Bu da hörümçəkdir. Hörümçəklə soxulcan eləyər 2. 2 dənə heyvanda. 10-cuya baxırıq. 10-cuda deyir ki, aşağıdakı şəkildə təsvir olunan göz qüsurunun səbəbi aşağıda hansı rəqəmlə verilən strukturla əlaqəlidir. Burada biz yaxından görməni görürük. Çünki torlu qişanın önündə alınıbdır burada əşyaların xəyalı. Bu da billurun qabarıqlığının artması zamanı baş verir. Ona görə düzgün cavabımız olar 3C variantı. Keçək 11-ci suala. 11-ci sualda deyilir ki, eşitmə analizatorunun birinci hissəsi hansı rəqəmlə başlayır? Eşitmə analizatorunun birinci hissəsi reseptor sahə idi. İkinci hissəsi hissi yol. Üçüncü hissəsi isə mərkəzdir. Ümumiyyətlə analizatorlarda belə olur. Baxaq indi bura. Burada da dördüncü hissədə görürük ki, ilbiz verilibdir. Dördüncü hissədə də reseptorlar yerləşdiyinə görə cavabımız olar 4D variantı. 12-ci suala baxırıq. 12-ci sualda deyir ki, sağlam qadın orqanizmində hamiləliyin hansı mərhələ və ya mərhələlərində sarı cisim hormon ifraz edər? Sarı cisim başlanğıc mərhələdə onsuz da ifraz eləyirdi. Ruşeyn mərhələsində də ifraz eləyəcək. Döl mərhələsinin də bir ayında sarı cisim hormon ifraz edirdi. 1, 2, 3 cavabımız olar E variantı. Daha sonra 13-cü suala baxaq. 13-cü sualda deyir ki, cədvələ əsasən X və Y ifadəsinin müvafiq qiymətini tapın. X burada ağciyər kapilyarlarına daxil olan oksigenin miqdarıdır. Y da havadakı karbon qazının miqdarıdır. 3000 ümumi hava qəbul eləyib insan. 3000-in deməli kapilyarlara daxil olacaq. 3000 özü 100%dirsə 5% kapilyarlara daxil olar. X buradan bərabərdir. Bu 2 sıfırla bu 2 sıfır getdi. 150. Deməli, X olacaq 150. Y-ə baxaq. Y-də da yenə 3000 100%dirsə, Y 4%dir. 4% xaric olurdu. Aha. X da buradan bərabərdir. Yenə bu 2 sıfırlar gedər buradan. Cavabımız olar 120. 120 və 150. Variantlarda da C variantı müvafiq olaraq buna uyğundur. Daha sonra keçək 14-cü suala. 14-cü sualda deyir ki, bir ailədə ana və atanın qan qruplarının təyin testi aşağıdakı kimi olmuşdur. Deməli, birinci şəkildə burada çökmə yoxdur, burada çökmə var. Baxaq atanın qan qrupuna. Atanın qan qrupuna anti-A əlavə eləyəndə çökmə baş veribdir. Çökmə baş veribsə, deməli, atada A antigeni var. Deməli, ata A qan qrupu olar. Yəni, ikinci qan qrupu olar. B-ni tökəndə, anti-B-ni tökəndə çökmə baş verməyibdir. Deməli, atada B yoxdur. Keçək ananın qan qrupuna. Anada da anti-A-nı əlavə eləyəndə çökmə olmayıbdır. Deməli, anada A antigeni yoxdur, B antigeni var. Anada deməli, müvafiq olaraq olar 3-cü qan qrupu. Bu ailədə doğulacaq uşaqlar hansı qan qrupuna malik ola bilər? Əgər biz bunları heterozigot formada götürsək 0B, bunlar çarpazlaşanda 0-0, daha sonra 0B, 0A və AB. Hər 4 qan qrupu olar. Cavabımız olar burada da E variantı. 1, 2, 3, 4. 15-ci sualda şəklə əsasən yanlış fikri göstərin.
Şəkildə deyir bir deməli uşaqlıq borusudur, 2 uşaqlıqdır, 3 də yumurtalıqdır. Normal hamiləlik zamanı 2-də yumurta hüceyrəyə rast gəlinir. Xeyr, normal hamiləlik zamanı yumurta hüceyrəyə rast gəlinməz. Çünki sarı cisim yumurta hüceyrənin yetişməsini ləngidən hormon ifraz eləyir. Ona görə A variantı ilə yanlışdır. Digərlərinə baxaq. Sarı cisim 3-də əmələ gəlir, bəli. Hamiləliyin ruşey mərhələsi 2-də başlayır. Mərhələ bəli 2-də başlayır. Folikullar 3-də yetişir. Düzdür, yumurta hüceyrənin tam yetişdiyi yer 1-dir, bəli. 16-ya baxırıq, elə düzgün cavabımız A-dır. 16-da nefronun tərkib hissələrinə aid deyil. Biz deyirdik ki, nefrona nələr aiddir? Qədəhə bənzər kapsul, kapilyar yəni yumaqçıq 1 və 2 aiddir. Birinci dərəcəli borucuq 3 aiddir. Henli ilgəyi və ikinci dərəcəli borucuq da bura aiddir. Amma 6 ümumi sidik toplayıcı borucuqda 6 bura aid olmaz. Cavabımız olar E variantı. 17-yə baxaq. 17-də deyir ki, DNT molekulunda guanin və sitozin nukleotidlərinin sayının cəmi adenin və timin nukleotidlərinin sayının cəmindən 2 dəfə azdır. Deməli, 2 dəfə azdırsa, onda guanin və sitozin, adenin, timin, belə olar da. Bu DNT molekulunda en sayda hidrogen rabitəsi olarsa, həmin molekulda neçə sitozin nukleotidi olduğunu hesablayın. Bunların arasında 3 qat rabitə olar, bunlarda da 2 qat rabitə olar. Neçə dənə burada rabitə var ümumilikdə? 1, 2, 3, 5, 7. Əgər bir dənə sitozin olanda 7 rabitə olursa, en rabitədə də X sitozin yazaram. X da buradan bərabərdir 7 deməli, n bölünsün 7-yə bərabərdir. N bölünsün 7-də B variantında var. Cavabımız elə olacaq B variantı. 18-ə baxaq. 18-də deyir ki, Euler-Venn diaqramına əsasən uyğunlaşmanı müəyyən edin. Baxaq Euler-Venn diaqramına əsasən. Bir də kapilyarları 2 vena arasında yerləşə bilər. Vena, kapilyar vena çevrilməsi qaraciyərdə baş verirdi. Bəli, bu bura aid olar. Sonra B, qanı zərərli maddələrdən təmizləyir. Qanı zərərli maddələrdən təmizləyən hər ikisi olar. Həm qaraciyər olar, həm böyrəklər olar. İnsulin hormonunun hədəf orqanıdır. Bu, olar elə qaraciyər. Kapilyarları 2 arteriya arasında yerləşir. Bu, olar böyrəklər. Çünki arteriya, kapilyar arteriya çevrilməsində böyrəkdə baş verirdi. Bədən temperaturunun tənzimlənməsində qaraciyər iştirak eləyirdi. Baxaq cavablarımıza. 1 A, C, Y, 2 D, 3 B ilə cavabımız A variantı olar. 19-a baxaq. 19-da deyir ki, deməli, bitki və heyvan mənşəli qidalar qızdırıldıqdan sonra tərkibində bərabər miqdarda cəmi 240 mg B qrupu vitaminləri qaldı. Qızdırılmadıqdan qabaq qidaların tərkibində maksimum cəmi neçə milliqram B qrupu vitamini olmuşdur. Baxaq bura, deyir ki, bərabər miqdarda cəmi 240-dır. Cəmi 240-dırsa, bərabər miqdardadırsa, onda 120-dir deməli. B qrupu vitaminləri heyvani mənşəli qidalarda 15-60% gedirdi. Bitki tərkibli qidalarda 20% gedirdi. Bu olsun bitki tərkibli qida, gedib 20%, qalıb 80%. Deməli, bu 80%-dir. Bizdən əvvəlkini soruşur, 100%-i soruşur. Buradan X nəyə bərabər olar? Buradan 1-0, 1-0 getdi. 120-ni də 8-ə böləndə deməli 1, 5, 150. 150, bəli. Bu 150 olar. O birisinə baxaq, bu 120-dir və bizdən nə deyir? Maksimumu soruşur. Maksimum soruşursa, onda deməli 60% gedib, yerdə qalıb 40%. Deməli, bu 40%dir və bizdən yenə 100%-i soruşur. 100% də X-a bərabərdir. X bərabərdir 40, 120 vurulsun 100. Sıfırlar getdi. 30. X də bərabərdir 300-ə. 300 buradan, 150 də buradan. Toplayanda eləyir 450. Cavab olar C variantı 450. 20-ci suala keçək.
20-ci sualda deyir ki, aşağıda sağlam qadının normal postembrional inkişaf dövründə baş verən sarı cisim fazalarının müddətinin onun yaşından asılılıq qrafika verilmişdir. Qrafika əsasən X-in maksimum qiymətini tapın. Burada gündən verilibdir. Yəni 4550 gün və biz də nə öyrənmişdik? Deyirdik ki, sarı cisim 14 gün, elə bil ki, bir aybaşı siklində 14 gün sarı cisim hormon ifraz eləyir. Və bizdə deyir ki, mayalanma baş verməyib və 28 gündür, yəni normal bir aybaşı siklidir. Baxaq, 4550 görək neçə aybaşıda o baş veribdir ki, 14, 4550. X buradan bərabər olar. Bir dəqiqə. 4550 bölək 14. 325'ə bərabər olar. Deməli, 325 aybaşı baş verib burada. Bir il müddətində, bir ildə 13 dəfə baş verirdisə, 325x ildə. Buradan da 325'i bölərik 13'ə. X buradan bərabər olar 25'ə. Bizdən nəyi soruşur? Bizə deyir ki, X-in maksimum qiymətini tapın. Biz deyirdik ki, qızlarda 10-12 yaşdan başlayır da. 10-12 yaşdan başlayırsa aybaşı dövrü, deməli buradan 25 maksimumdan soruşursa 25'dən bunu toplayaram. Eləyər 37. Cavabımız da olar D variantı 37. Keçək 21-ci suala. 21-ci sualda bizə nə deyir? 21-ci sualda deyir ki, verilən sınaq şüşəsinin hansı və ya hansılarında kimyəvi həzm baş verib? Mədə şirəsi ət. Burada baş verəcək, çünki zülal var bunun tərkibində. Burada istər-istəməz parçalama baş verəcək. Bu aiddir. Tüpürcək şirəsi kartof, yəni karbohidrat. Burada da baş verəcək. Mədə altı vəzi şirəsi yağa təsir göstərərmi? Bəli, mədə altı vəzi 12 barmaq bağırsaqdır. 12 barmaq bağırsaqda da hamısına təsir göstərən var. Ona görə cavabımız olacaq C variantı. Daha sonra 22'yə baxaq. Deyir, 22'də hansı istiqamətdə maddələrin çevrilməsi mümkündür? Biz deyirdik ki, zülallar məsəl üçün istənilən maddəyə çevrilə bilir. Amma digər maddələr zülallara çevrilə bilmir. Baxaq, zülallara çevrilmə hansı istiqamətdə göstərilibdir? Deməli, burada 2 göstərilib. Bir də zülallara çevrilmə 6 kimi göstərilibdir. Deməli, 2-6 olmayacaq. Cavabda 2-6 olanları götürürük. Cavab olar 1, 3, 4, 5 mümkündür. C variantı mümkündür. Digərləri mümkün deyil. 23'ə baxaq. 23'də deyir ki, şəkildə verilən sümüklərdən hansı oynağın əmələ gəlməsində iştirak eləyir? Oynağın əmələ gəlməsində alt çənə iştirak eləyəcəkmi? Bəli, iştirak eləyəcək. Daha sonra gicgah iştirak eləyərmi? Bəli, alt çənə gicgah oynağı və bir də ənsədir. Ənsə də boyunun birinci fəqərəsi ilə birləşmə əmələ gətirərək oynağın əmələ gəlməsində iştirak eləyir. 1, 2, 6 B variantındadır. Cavabımız olar ilə B variantı. 24-cü sualda deyir ki, aşağıda cədvəldə bir xəstəyə verilən vitaminlər nəticəsində xəstənin vəziyyəti göstərilmişdir. Baxaq görək, A, D-yi vitaminlərdə xəstədə sağalma müşahidə olunmuyub. A, C, K-da müşahidə olunub. Baxırıq, burada da A var, burada da A var. Burada deməli C-K burada əhəmiyyətli rol oynayıb. Baxaq, burada K-da var, amma sağalma yoxdur. Deməli, burada K əhəmiyyətli rol oynamayıb, C əhəmiyyətli rol oynayıb. Burada da baxın C var. D, Y burada da var idi birincidə. Əhəmiyyətli rol oynamayıb. Deməli, bu C ilə bağlı bir xəstəlikdir. A, B, C-də də burada C var. C ilə bağlı olan xəstəlik skorbut olarmı? A variantı. Cavabımız olar A variantı. Yetkin insanda yalnız öz diş növü ilə qonşu olan dişlərin sayının öz diş növü ilə qonşu olmayan dişlərin sayına olan nisbəti necədir? Öz diş növü ilə qonşu olmayan dişlər köpək dişlərdir, 4'dür. Yalnız öz diş növü ilə qonşu olan dişlər 2 dənə böyük azı dişi olar, bir də deməli köpək dişləri olar. Düzdürmü? Köpək dişləri nə idi? Kəsici dişlər olar. Bu 4 dənə köpək dişidir. 2 dənə bu tərəfdə, 2 dənə bu tərəfdə. 4 dənə alt çənədə, 4 dənə üst çənədə. Eləyər 8. 4 dənə də
kəsici dişlər 12. 12-nin 4-ə olan nisbəti 3 bölünsün 1. Cavabımız olar A variantı. 26-cı suala baxaq. 26-cı sualda deyir ki, uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluğu müəyyən edin. B və K parasimpatik sinirlərdir. B və K, bəli, bu düzdür. Mədaltı vəziyyət simpatik sinirlər D-dən gedir. Bəli, D hissədən gedir. Böyrəklərə simpatik sinirlər E-dən gedir. Bəli, böyrəklərə simpatik E-dən gedir. Daha sonra bu da düzdür. Böyrəklərə parasimpatik K-dan gedir. K-dan böyrəklərə parasimpatik getmir. Elə bax, bu uyğunsuz variant olacaq. K-dan deyirdik ki, cinsiyyət orqanlarına gedər, sonra düz bağırsağa gedər, sidik hissəsinə gedər. Ona görə K-dan böyrəklərə getməyəcək. E variantında deyir, cinsiyyət orqanlarına parasimpatik sinirlər K-dan gəlir. Bəli, bu da düzdür. Burada səhv olan D variantıdır. 27-ci sualda deyir, B1 vitamininin çatışmazlığından daha çox təsirlənən orqanlar hansılardır? Daha çox təsirlənən orqanlar sinir sistemi olar. Sinir sistemi də burada 4-cü şəkildədir. Bax, buradadır. Cavabımız olar D variantı. 28-ə baxaq. İnsanda A orqanından, yəni buradan, qanla çıxan eritrositin B orqanına çatması ardıcıllığını yazın. Baxaq. A-dan deməli vena damarı ilə çıxacaq bir eritrosit gedəcək hara? Gedəcək sağ mədəciyə, sonra sağ qulaqçığa, daha sonra arteriya, bəli, ağciyər arteriyası ilə gedər 6-4, daha doğrusu 4-6, 4-6, 5. Harada var? 4-6-5. A variantında var. Daha sonra 2, bəli, sol qulaqçıq, 1 sol mədəcik və aorta. Cavabımız olar A variantı. Sonra 29-a baxaq. 29-da deyir ki, bağırsaqdan qana soğurulan qidalı maddələrin ilk gəldiyi orqan qaraciyərin qapı venası. 30-da şərtsiz refleksə aiddir. Şərtsiz refleks deyir, nəsildən nəsilə keçmir. Şərtsiz refleks keçir. Şərti refleks keçmirdir. Növü əmələ gətirən fərdlərin hamısını əhatə etmir. Elə hamısını əhatə edir. B-də aid deyil. Əmələ gəlməsi üçün spesifik qıcıqlar tələb olunmur, olunur. Refleks qövsü baş beyin yarımkürələri qabığından keçmir. Bəli, keçmir. Deyirdik ki, hardan keçir? Onurğa beyni idi, beyin kötüyü idi, qabıqaltı nüvələr idi. E-də müəyyən zaman sonra sönür və ya yenisi ilə əvəz olunur. Bu da şərti refleksə aiddir. 31-ci suala baxaq. Tər vəzləri haqqında hansı fikirlər doğrudur? Qarışıq vəzlərdir. Xeyr, xarici sekresiya vəzlərdir. Axacaqları epidermisin üst qatından xaricə açılır. Bəli. 2 kvadrat metr dəridə 2 milyon olur. Bu da düzdür. Axacaqları tüklərin soğanağına açılır. Xeyr, axacaqları tüklərin soğanağına açılan pi vəzləridir. Xarici sekresiyası vəzisidirmi? Bəli, xarici sekresiya vəzisidir. 2, 3, 5 cavabımız olar B variantı. 32-yə baxaq. 32-də şərti reflekslərin deyir, öyrənilməsi ilə əlaqədar, nöqtələrin yerinə uyğun gələn ifadələrin, şərti reflekslərin öyrənilməsi ilə əlaqədar itlər üzərində aparılan təcrübələrdə lampanın yanması zamanı ağız suyunun ifrazına səbəb beyin qabığında, deməli, beyin qabığında qida əlaqəsi, qida mərkəzi ilə görmə mərkəzi arasında müvəqqəti əlaqə yaranırdı. Ona görə o lampanı görən kimi başlayırdı artıq ağız suyu ifrazı baş verməyə. Amma əgər lampanı yandırıb bir neçə vaxt qida verməyəndən sonra həmin o müvəqqəti əlaqə oradan itəcək, yəni kəsiləcək. Nə olacaq burada? Qida mərkəzi ilə görmə mərkəzinin arasında əlaqə yaranır. Hansı əlaqə? Müvəqqəti əlaqə yaranır. Müvəqqəti əlaqə. Baxaq indi qida, sonra görmə, 2, 6 və müvəqqəti əlaqə 4. Cavabımız olar C variantı. Sonra 33-ə baxaq. 33-də deyir ki, doğru cavabı seçin. İnsanda sarı sümük iliyinə malik olan sümüklər, yəni uzun borlu sümüklər gövdə skeletinə aiddir. Xeyr. Qarışıq sümüklərə xeyr. Kəllə skeleti də bu da deyil. Yastı sümüklə birləşə bilər. Bəli, yastı sümüklə birləşə bilər. Kürək sümüyü ilə birləşir. Bir də çanaq sümüyü ilə birləşir. Qurşaq skeleti ilə hərəkətsiz birləşir. Xeyr. Hərəkətsiz birləşmir, hərəkətli birləşir.
34-də deyir yanlış cavabı seçin. Qadınlarda daxili sekresiya vəzlərinin sayı kişilərdən çox ola bilər. Bəli, kişilərdən çox ola bilər. Çünki qadınlarda bayaqda dediyimiz kimi sarı cisim var idi, cift var idi ki, müvəqqəti daxili sekresiya vəzini yerinə yetirirdi. Bu getdi. İnsanın bir hüceyrəsində xromosom sayı 46-dan az ola bilər. Bəli, qametlərdə 46-dan az ola bilir. İnsanın bir növ neyronu ətraf mühitlə əlaqəlidir. Bəli, bu da düzdür. Qan birləşdirici toxumaya aiddir. Bəli, qan birləşdirici toxumadır. Mən bunu niyə işarə eləyirəm bəs? Sonra limfa hüceyrənin daxili maye mühitini təşkil edir. Limfa hüceyrənin daxili mühitini yox. Qan, limfa, toxuma mayesi orqanizmin daxili maye mühitini təşkil edir. Bax, elə yanlış cavabımız bu olacaq. E variantı. 35-ə baxaq. 35-də deyir ki, doğru cavabı göstərin. Leykoplastlar 2 lipid cərgəsinə malikdir. Yox, onlar 2 membranlı olduğuna görə 4 lipid cərgəsinə aid olacaq. Bu doğru deyil. 2 aləmin nümayəndəsi üçün xasdır. Xeyr, bitkilər üçün xas olar. İbtidai bitkilərdə ola bilər. Bu da yox, yosunlarda yox. ATF sintezi getmir. Ehtiyat qida maddələri topladığı üçün bəli, ATF sintezi getməyə bilər. Yaşıl bitkinin bütün hüceyrələrində olur. Leykoplastlar, bəli, ola bilər leykoplastlar. Ona görə doğru cavabımız D variantı olar. O ATF sintezi getmir. 36-da İnsan dondurma yedikdən sonra mütəmadi isti kofe içərsə ilk zədələnən hansı hissə olar? Biz deyirdik ki, ilk zədələnən dişin minaqatı olar. Yəni birinci hissə olar. Minaqatıda birinci hissə də A variantında verilibdir. Düzgün cavabımız A variantı olar. Sonra hansı bitkinin vegetativ yolla çoxalması doğru göstərilməmişdir? Quşarmudu kök pöhrələri ilə bəli, kök pöhrələri ilə olar. Albalı idi, sonra gilaslı idi, quşarmudu idi, kök pöhrələri ilə çoxalırdı. Qaymaq çiçəyi kökümsovla, xeyr, qaymaq çiçəyi kökümsovla deyil, elə bax, bu düzgün cavab olar. Bənövşə yarpaq çiliyi də düzdür, topinambur gövdə yumrusu da ayrı qotudur, bəli, bu da kökümsovlandır. Burada yanlış cavab B variantı olacaq. 38-ə baxaq, 38-də deyir ki, onurğa beyindən 31 cüt hissi sinirlər yox, qarışıq sinirlər çıxır. Ona görə bu getdi. Daha sonra B-də deyir ki, beyincik baş beyin ilə onurğa beyni əlaqələndirir. Beyincik baş beyin ilə onurğa beyni əlaqələndirir. Uzunsov beynin funksiyasıdır bu. Göz almasını hərəkət etdirən əzələlərin sinir mərkəzi beyin götüyündə yerləşir. Bəli, beyin götüyündə yerləşir. Ara beyin skelet əzələlərin gərginliyini tənzimləyir. Bu orta beyin olar. Əmmə, öskürmə mərkəzləri orta beyində yox, uzunsov beyində olar. Bu da deyil. Düzgün cavabımız olacaq C variantı. 39-da deyir ki, sidik kisəsinin selikli qişasının iltihabıdır. Pielonefrit böyrək hüceyrələrinin iltihabıdır. Bu getdi. Sistit bəli, sidik hissəsinin selikli qişasının iltihabıdır. Anosmiya qoxunun hiss olunmaması, qoxu yəni hissiyatının itməsi. Ateroskleroz damarlarda yağa bənzər maddələrin toplanması. Podagrada oynaqların ətrafında deməli duzun yığılmasıdır. Podagranı silim. 40-a baxaq. 40-da deyir ki, X və Y minimum qiymətini tapın. X üstəgəl Y ifadəsinin. Döl sayı yenə verib 3. Döl sayı 3-dürsə göbəkçiyəsi də olacaq 3. Cift sayı minimum dediyinə görə mən onu eyni yumurta əkizləri götürərəm. 1. Cavabımız olar C variantı. 40-da C variantı. Mənim deyəcəklərim bu qədər. Əlavə nə sualınız olsa, komment bölməsində, şərh bölməsində yazıb mənə bildirə bilərsiniz. Sağ olun.